Qardaşlarımızın mezarları. Bak bu formada. Baş daşları bak. Bunlar yok olmasın diye muzey eləməliyik. Bunlar hamısı vacib daşlardır bunlar. Sındırıblar şehit kardeşlerimizin daşlarını. İndi el xalq sağ olsunlar tez düzəltiblər. Bu baş daşlarının heç biri itməməlidir. Bu qırıqlar heç biri itməməlidir. Bunlar hamısı muzeyə təslim olmalıdır. Bunlar qorunmalıdır. Gələcək nəslimiz hamısı bunlar qorumalıdır. Bu daş qırıntıları, daşlar, məzarların parça daşlarına kadar baxın, baş daşları hamısı qırıq. Bunlara baxın, heç nə qalmayıb. Bir dənə iz qalmayıb, izi itib kimin məzarı olduğu bəllidir. Adı yazıb, nəsli, doğmaları yazıb qoyub bunu. Amma tarixi sübut eləmək, əsasları sübut eləmək üçün köhnə daşlarımız lazımdır. Öz daşları lazımdır, öz. 1988-ci ildə yazılan daş lazımdır. Bu qara mərmər yox, yazılmış daşlar hanı, harda, hara getdi, kim apardı, kim neynədi bilmirlər. Bilməyər, ölü əsləri, əzizlərimiz, doğmalarımız bilmədən bax o daşları bəlkə də hardadır bilmirik. Abadlaşdırılmış məzarlardan çıxmış köhnə daşların hər birini bax burada açıq muzeydə devlətimizə, xalqımıza, gələcək nəslimizə təslim etməliyik. Təslim etməliyik. Şehitlərimiz, pərakəndə bastırılmış şehitlərimizin hamısının bir araya gəlməyi, bu məzarlarda o dağın başında bir şəhidimiz var, orada bir şəhidimiz var, o bir məzarda iki şəhidimiz var. Buranın hər birini bax bura toplamalıyıq. Bura toplamalıyıq ki, hansı məzarda bastırıldığını da o şəklin altında yazmalıyıq. Əlbəttə ki, devlətimiz möhtəşəm, şəhərin mərkəzində möhtəşəm abidələrini düzəltəcək. Amma bizə lazım olan bu məzarlıqlardan çıxan daşlar, bu qırılmış daşlar, bu dağıdılmış daşlar, sındırılmış tariximizi sübut edən daşlarımız itməsin deyə bu abidəni düzəltdik. El birliyi ilə, xalq birliyi ilə, cəmaatla, devlətlə, devlət məmurlarla, hamınan bir yerdə biz buraları cənnətə döndərməliyik. Bu qəbirlərdən çıxan daşlar hamısı gələcək nəslimizə çatdırılmalıdır. Tarixi abidə olaraq burada bir dənə keçmişimizi, dədə babalarımızı sübut eləyəcək, bura bizim torpağımız olduğunu sübut eləyəcək bir dənə məzar deyil. Burada minlərlə məzar var, minlərlə məzar daşlarımız gələcək nəslimizə minlərlə sübutdur. Faktdır, əsasdır ki, yəni bu torpaqların sahibi bizim babalarımız olub. Burada 1500 il, 600 il, 700 il məzarlar var ki, üstündə tarixləri yazılıb, amma o tarixlər dağıdılır. 200 il, 100 il burada məzarlar var ki, bu günə düşüb, bu vəziyyətdədir, dağıdılıb. Darmadağın olunub. Bax, bu qaya daşlar, sinə daşları, üstündə yazı olmayan daşlar, bu parça daşlar, hər bir xırda daşlarımız, hamısı orada bir dağ yaranmalıdır. Dağın üstündə olmalıdır, devləti təslim etməlidir, üstündə od yanmalıdır. Baş daşlarımız da orada açıq muzeydə sərgilənməlidir. Gələn gedən insanlar daşların üstündəki yazıları oxumalıdır. Bu bir vacib olan iştir. Bu bizim ən vacib olan işimizdir. Artıq 5 ildir azad olunmuş torpaqlardan ömrümüzdən getdi. Dərdlər, yeni dərdlər, köhnə dərdləri unutturur. Amma gələcək nəslimizə miras verməliyik, gələcək nəslimizə əsas verməliyik, gələcək nəslimizə tarix verməliyik, daşlara yazılmış tarixləri verməliyik. Bunu unutmayaq əzizlərim. Bunu unutmayaq. Bu gələcək nəsillərimizə lazım olan, vacib olan bir işdir. Bu daşların hamısını biz inşallah toplamalıyıq. Bu sözlər, bu fikirlər elimizin, devlətimizin, məmurlarımızın, şərəfli insanlarımızın, xalqımızın, dəyərli xalqımızın hər birinin dediyi sözlərdir. Hər birinin ürəyindən keçən sözlərdir. Baxın, necə qırıb tariximizi yox ediblər. Baxın, 1893-cü ildə dünyaya gəlmiş insanın nə günahı vardı? Daşın bir parçası yoxdur. 1900 neçənci ildə şəhadətə gəlib bir parçası yoxdur. Bunun bir parçası da tapılmalıdır. Yanına qoyulmalıdır. Baxın, daşların qırıqları burada.
Ne kadar gecdir biz bunları toplamalıyıq. Bunlar sonra toplayabilmeyecek naşı insanlar bilmeden, bilmeyerek bunların hamısını məhv edəcəklər. Bəli, burada yazılıb tariximiz. 1893-cü ildə 1990-cı ildə rəhmətə gedib. 1893-cü il. 1893-cü il. Camal qızı. Burada da yazılıb Camal qızı. Qızı yoxdur, Camal var. Camalı var burada. Lı yoxdur ki. Bu artıq bunu tamamlayır. Versiyalar lazımdır. Əsaslı tarixlərimiz var burada.